Sizcə qəhrəmanlıq yalnız doğma torpaqda olur, yoxsa insanın içindəki ədalət hissi onu minlərlə kilometr uzaqlara aparıb tarixə çevrilir? Bu sualların cavabını 20-ci əsrin ortalarında Fransa torpaqlarında Michel Xargo kimi tanınan, amma əsl adı Əhmədiyyə Cəbrayılov olan bir Azərbaycanlı verdi. 22 sentyabr tarixində partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 105 ili tamam olur. Bugün sizi Şahin Sinaryanın son əsəri Bir ömür iki tali ilə tanış etməkdən məmnunam. Kitab Azərbaycan tarixində maraqlı və bəzən təzadlarla dolu bir qəhrəmanın Əhmədiyyə Cəbrayılovun həyatını sənədli roman formasında təqdim edir. Əhmədiyyə Cəbrayılov 2-ci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü, həmçinin Fransa milli ordusunda döyüşlərdə yer almış Azərbaycanlıdır. Gənc yaşlarından öz torpağından uzaq düşmüş, müharibələrin və siyasi dəyişikliklərin içində yaşamış, miflərlə qarışmış, bəzən haqqı tam bilinməmiş bir şəxsiyyətdir. Əhmədiyyə Cəbrayılov 2-ci Dünya müharibəsi illərində Fransa müqavimət hərəkatında, uzaq bir diyarda, yad torpaqlarda faşizmə qarşı vuruşaraq azadlıq və humanizm uğrunda misilsiz şücaət göstərmişdi. Fransızlar onu Əhmədiyyə adı ilə deyil, rezistans qəhrəmanı kimi tanıyırdılar. Əhmədiyyə Cəbrayılovun həyatı bizə öyrədir ki, vətənpərvərlik yalnız doğma torpaqla məhdudlaşmır. Ədalətin, insanlığın olduğu hər yer bizim borcumuzun meydanıdır. Onun adı bugün gənc nəslə cəsarətin, əqidənin və xeyirxahlığın nümunəsi kimi təqdim olunur. Gəlin bu böyük insanın xatirəsinə ehtiramla anaraq, öz həyatımızda da onun iradəsini, mərdliyini yaşadaq. Əhmədiyyə Cəbrayılovun dediyi kimi, ədalət haradadırsa, biz də oradayıq. Ruhu şad olsun.